İsmail, ha buradasan, ha? Bayaqdan mən də səni axtarıram. Neçə ildir səni kinolarda izləyirəm, amma buranı görməmişdim. Gəl bir dənə maç eləyim. Deməli, əzizlərim, bizim baxdığımız kino, bax, həmin ağaclı lentə alınmış ağacdır. Bax, bu gün Allah mənə bu günü qismət elədi. Allah sizə də qismət eləsin. Gəl bura, bax. 1958-ci ildə lentə alınmış Ögey Ana filminin bir hissəsi təbiətimizin bu gözəl güşəsində lentə alınmış və bu ağac filmdən bizə yadigardır. Bax, həmin ağacdır. İsmail kimi mən də çıxacam bura. Həqiqətən də bura məni çox kövrəldir, əzizlərim. İnsan elə darıxır, Allaha and olsun. O filmi görürəm, burada mən canlı yaşayıram. Adama ləzzət eləyir. Qoy buradan düşün. Gəl bunu yaxından çək. Deməli, əzizlərim, Ögey Ana filmində İsmail obrazını yaradan Ceyhun Mirzəyev. Fəryad filmində də böyük rol aparıb, həqiqətən də böyük sənətkar olub. İnan Allaha, baxdıqca adam kövrəlir, əzizlərim. Gəlin, İsmail'dadır da, uzaq yerdə deyil ki, həqiqətən bülbüllər cəhcəh vurur, buradan qəşəng seyir gedir. Nə bilim, burada heyvanlar da var, indi girmişik içəri, gəzəcək, dolanacaq. Hamısı inşallah sizə göstərəcək. Allah səni rəhmət eləsin, Allah o dünya versin. Ögey Ana filmində partlanan həmin o dağdır, əzizlərim. Bax, bu günləri İsmail'da bugün 6-sı, 6-cı ay 2026-cı il. Bax, həmin o səhnəni mən də yaşayıram. Ya Allah! Bax, həmin o dağdır, partlanan dağ. Həqiqi kövrəldim, Allaha and olsun. Deməli, biz o filmdə baxdığımız yer buradır. Həmin yer partladıblar. O, həmin kinoda da qalır o yeri. Sənət qarşısında zaman acizdir. Gör nə gözəl söz yazılıb. Ögey Ana 1958-ci il. Şükürlər olsun ki, mən bu günü də yaşadım. Gəldim İsmail'da, bax, o gördüyüm səhnəni burada yaşadım. Allah hər birinizi var eləsin, Allah hər birinizə qismət eləsin bu gözəlliyi. Qoy biz də bu it burundan dərə, bizdən də yadigar qalsın. Allah qəni-qəni rəhmət eləsin İsmail'a. Bax, həmin it burnu mənə də qismət oldu. Gərək bundan yığam, aparam birbaşa Cəllabada. Kim istəsə desin gətirim, it burnu. Vay, vay, vay. Həqiqətən də nə olur olsun insan kövrəlir, əzizlərim.